Demək dostlar, yatmağa hazırlaşırdım. Nəsə ağlımdan çıxmadı. Tofiq Yağbullu 9 il yenə də həyatının daha 9 ilini, ömrünün daha 9 ilini həbsxanada keçirəcək. İlham Əliyevin zindanında keçirəcək. Yəni bu adamın 65 yaşı var ya, demək olar ki, elə üst-üstə hesablasan 65 ilin elə 20 ilindən çoxunu İlham Əliyevin zindanlarına keçirməyə məhkumdur. Niyə? Çünki İlham Əliyevin ən çox qorxduğu rəqibdir. Mən buradan üzümü tuturam. İndi bax, Tofiq Yağbullu hansı partiyanın üzvüdür? Müsavat Partiyasının üzvüdür. Milli Şuranın üzvüdür. Eləcə də həm də Xalq Cəbhəsinin üzvü sayılır. Avropada mən bildiyim yüzlərlə cəbhəçi var. Avropada yüzlərlə müsavatçı var. Milli Şuraçı var. Gəlin açıq söhbət eləyək də. Tofiq Yağbullu həqiqətən də o adam dəmir adamdır da, konkret boyun əymir İlham Əliyevə. Bəs sən onun partiyasının üzvü olaraq gəl Avropada və yaxud da yaşadığın ölkədə bir dənə plakatını çıxart, ingiliscində yaz, get Azərbaycan səfirliklərinin qabağına. Necə ki, mən, Elşad, görürsünüzmü? Vidadi İskəndərlinin, Bayram Məmmədovun, Vüqar Rizanın, Hüseyin Bakıxanovun, eləcə də mənim, Orxanın, digər blogerlərin şəkillərini çıxarıb dəfələrlə Elşad Məmmədovdan görmüşsünüz. Səfirlərin qabağına getmişik. Siz bizdən artıq oğlansınız, yoxsa əliniz bəydə aşağına dəyibdir. Tofiq Yağbullu, baxın. Niyə gedib onun azadlığını tələb eləmirsə? Bax, buradan üzümü tuturam Avropada yaşayan cəbhəçilərə, müsavatçılara, milli şuraçılara, hamınıza, bax, mən Manafçı Əlizadə olaraq, hətta Elşadın da adından danışıram. Niyə? Bax, 9 il həbs verdilər Tofiq Yağbulluya. Gəlin, mən də sizə qoşulacam, Elşad da sizə qoşulacaq, digər blogerlər də sizə dəstək verəcək. İsveçrədə yaşayanlar gəlsinlər, zəng eləsinlər mənə, desinlər Manaf, Tofiq Yağbullunun şəkillərini çıxarıb səfirliyin qabağına gedirik. Və yaxud da gəlin Strasburqda Avropa Parlamentinin önünə gedəyin. Mən hazır, Elşad hazır. Gəlin gedəyin də Tofiq Yağbulluya azadlıq. Bunu eləyə biləcək götlü oğlan varmı? Avropada yaşayan götlü cəbhəçi, müsavatçı varmı? Gəlsin. Sizə sual verirəm. Varmı? Gəlin, gözləyirəm sizi. Tofiq Yağbulluya mən artıq şəxsən dözəmirəm. Bu adam elə hər il türmə. Gedir, çıxır 3 ildən, 5 ildən sonra təzdən yenə tutub salırlar içəri. Niyə? Çünki İlham Əliyevin ən zəhləsi getdiyi adamdır. Niyə? Çünki Tofiq Yağbullu İlham Əliyevə düşmən gözündən görür. Mən burada Avropadakilərə səslənirəm. Avropada cəbhəçilər, müsavatçılar, hamınız gəlmişsiniz, siyasi oturum almışsınız. Mən də sizin kimi, Elşad da sizin kimi. Bizim də oturumumuz var. Biz də sizin kimi iş qurardıq, gedərdik, işləyərdik. Deyərəm, nə qozma xalq, nə qozma Tofiq Yağbullu, gedim həyatımı qurardım. Amma mənə baxın, 33 yaşımda öcə saçım, saqqalım hər yerim ağarıbdır, saçım tökülübdür. Niyə? Çünki Tofiq Yağbullu mənim kimi xalq üçün vuruşur. Siz gəlmişsiniz Avropaya, bilmirəm, AKM-in saxta sənədindən mi gəlmişsiniz, bilmirəm, necə gəlmişsiniz, Xalq Cəbhəsindən hansı yollarla, sənədlərlə gəlib oturmalısınız, hər neysə almışsınız. Gəlin dəstək olağın da. Gəlin dəstək olağın, gedən səfirlərin qabağına, gedən Strasburqa. Qənimət Zahid deyir ki, Elşadla Manafı öldürəcəklər. Mənim qozmadır, elə Elşadın qozunadır bilər. Ölümdən qorxuruq biz. Biz ölümdən qorxuruzsa, siz niyə qorxursunuz? Və yaxud da ki, ailənizdən narahatsınız ki, bizim ailəmizi Bakıda nəmli edəcək. Sənin ailən, başa düşmür, mənim ailəmdən, Elşadın ailəsindən artıqdır ki, bəyənim. Sizin əliniz bəy daşlarına dəyib, yobana. Gəlin də gözləyirəm mən. Nömrəm +41 79 884 77 01'dir. YouTube'da Diktator'da yazın. Mənlə bütün əlaqə vasitələrini tapa bilərsiniz. WhatsApp'ım, Facebook'um. Gəlin gözləyirəm. Elşadla gözləyirik sizi. Gəlin gedəyin Azərbaycan, Hollandiyada yaşayan. Hollandiyada nə qədər cəbhəçi, müsavatçı var. Eləcə də Fransada,
Eləcə də İsveçrədə, eləcə də nə bilim, o qədər var ki. Gəlin gedəyin də Tofiq Yabuluya azadlıq tələb edən. Niyə görə bu adam 65, üstə gəl 9 il neçə eləyir? 74 yaşında türmədən çıxacaq bu adam. Nəvəsini görmədi, qızını, ailəsini görmədi. Düzəməlli bir həyat yaşamadı. Gəlin azadlığın tələb edəndə İlham Əliyevə dizini yerə atağın ki, İlham Əliyev daha bəsdir Tofiq Yabulun sən tutdun bastın içəri. Yazıqdır o kişiyə. Cəbhəçi olaraq, onun partiya üzvü olaraq. Xalq qəhrəmanıdır Tofiq Yabulu. Gözləyirəm sizi. Gözləyirəm. Eləcə buradan Qəlimət Zahid və digərləri sizə də aiddir. Adam məcbur eləməyin ki, sizi söyün batırım mən burada. Kim gəlməsə bir-bir aşırı eləyib onlara video çəkəcəm. Fərqi yoxdur, mənim qozuma döyür kimdir. Hamı gəlməlidir.